Keçirik növbəti tam addım. Bunlar yarım addımlar idi. Yəni balaca yarım addımlar, balaca addımlardır. İndi böyük addım, tam addım. Tam addım isə biz qabağa gedirik 1, arxaya gedirik 2. Kontrol. Əllər də kontrol eləyir. Böyük addım atıram. Qabağa, arxaya çəkilirəm, arxaya nəzarət, kontrolla. Qabağa, arxaya. Qabağa, arxaya. Stoyka durdum formada. Getdim rəqibin üzərinə. Geri çəkilirəm. Rəqibin üstünə gedirəm. Rəqibdən geri çəkilirəm. 1. Amma geri aktiv çəkilirəm. Yəni hərəkətlə çəkilirəm, kontrolla. Misal üçün itəliyir məni öndən. Atladım, vurdum bura. Addım attım. Burada aydımsa itələdi məni rəqib. Arxaya çəkilirəm, kontrol eləyirəm. Oradan vurdum. Diz hərəkəti ola bilər. Dirsək hərəkəti ola bilər. Ardımcılıqla. Yəni növbəti hərəkətimiz tam addım qabağa, tam addım arxaya. İndi partnyorla işləmək qaydası. Gəl. Çiynə kontrol. Yəni yenə başımı vermirəm qabağa. Qabağa vermə. Gəl üstümə. Raz. Sən. Okay. Bəs tətbiqi nədir bunun? Baxın. Necə mən bu addımla, tam addımla qabağa, hansı formada tam addım qabağa və tam addım arxaya biz onu necə tətbiq eləyə bilərik? Bəs bunun tətbiqi nədən ibarət? Birinci, hücumlarda tətbiq eləyə bilərəm. Baxın, diqqətlə vur. Görürsünüz, addımladım. Bu blok, bu hücum. Baxın, stoyka dururam. Buraya yumruq ola bilər, ya bu ola bilər. Döyüş stoyka durmuşuq. Əralı stoyka, hücum eləyir üstümə. Hoppa, buradan getdim qabağa. Hücum elədim. Ya bədəndən də vura bilərəm bu formada. Hop, bura. Ondan sonra diz vura bilərəm, sonra hop, aşırdan da bilərsiniz. Bu addım vacibdir. Yəni, güləş hallarında istifadə edirik biz bundan. O mənə zərbə atır, blok eləyirəm buradan. Buradan zərbə vururam, girirəm bura. Görürsünüz, ayağım gəldi bura. Buradan bunu mən hop, aşırdıram. Buradan da addım qabağa. Sadəcə bu mənim çənəmə dəyməmək üçün, mən başımı apıram bura, blok eləyirəm. Altdan da zərbə vururam. Ya göz nahiyəsinə, ya yumruq. Baxın. Gördünüz, buradan mən bunu hop, darta da bilərəm bu formada. Buradan sonra vurub bitirə də bilərəm döyüş. O zaman bu zərbə atdığı zaman mən yana yox, içərdən eləyirəm. İçərdən baxın. Ayağımı da qoydum bura. Buradan mən aşırdıram onu bu formada. Mən istər yandan hərəkət eləyə bilirəm, istər içərdən hərəkət eləyə bilirəm. Buradan bu formada bu ayaq buradan vurur. Xayasına zərbə indirə bilərəm. Dəli formada biz hərəkət edə bilirik. Addım arxaya, o mənə low kick vura bilər. Misal üçün, low kick mən tam addım geri ataraq ona vura bilərəm zərbə. Misal üçün, ayaq hərəkət edə bilərəm. Ya da misal o mənə bu zərbəni atırsa, mən sadəcə addımladım, buradan getdim, aşırdıcı hərəkət. Aydındır? Yəni bu addım arxaya çox vaxt biz istifadə eləyə bilərik. Müxtəlif formada. Yenə də bu addımladım. Bum. Getdi. Buradan addımı atıb bununla da təpik vura bilərəm. Hücum eləyir. Çəkilirəm buradan. Buradan çəkilib zərbə indirə bilərəm. Müxtəlif hərəkətlərlə. Buradan çəkilib bu yandan vura bilərəm. Yenə də buradan hərəkətə keçə bilərik. Bu müdafiə, ona görə addımlar bizə lazımdır. Həm qabağa, həm arxaya. Tutmaq istəyə bilər. Ayağıma girib tutmaq. Bu formada, dirsək formada. Buradan dirsəyini
başa zərbə addımlayır. Buradan keçirik dərhal əks fənlərimizə. Ona görə qabağa, arxaya hərəkəti lazımdır.